Sübh elə durdum. Dedim mama niyə ağlayırsan? Dedi sərsəram şəhid olubdu. Dedim mama baba hanı bəhiyyətə mənə aparacaqdı. Dedi baba gecə 1-də gedib idarəyə, deyib bəlkə tez gəlsən. Sən amadəli, mama mənim libaslarımı giydirdi, oturtdu mobilin üstündə. Mamam dedi ki, Beyt Maziyə şahid gələ. Özdə məsələn, babam məmuriyyət gedəndə bu deyim. Məsələn, mən Ayətəl Kursi, küllən çox surələr hifzəm. Oxuyardım, püflərdim, biləsinə, salim gedərdim. O günlər mən yuxudan durdum, keseliydim. Onda bir elə eşitdim, ha, babam gecə 1-də gecib, bir ağlıma kəsməz bir həmd surədən bir şeydən oxuyam. Saat 7 ki, elə düz dəqiq yadımda o gün. Babam düz 7-10 dəqiqədə şəhid olubdu. 7-20 dəqiqədən o ələ mən başlamışam surələr oxuyuram. 10 dəqiqə ondan qabaq gəlirəm, məsələn, oxuyaydım eləyim.